Sizi ruhlandıran bir xəstənin həyat hekayəsini bölüşə bilərsinizmi? Həyat haqqında ən böyük dərsi hansı pasiyentdən öyrəndiniz? Bir çox pasiyentlərim olubdu, amma həkimliyin belə deyərdim ki, mahiyyətini açıqlayan və həkim-xəstə münasibətini açıqlayan bir məqamı xatırlatmaq istəyərdim. Ağcar vərəm institutunda işləyəndə cərrahiyyə şöbəsində orada çox ağır vərəm xəstələrini əməliyyat eləyirdik. Və orada xəstənin hazırlığından çox şey asılı idi. Elə olurdu ki, öz xəstəm olmayan, başqa həkimin xəstəsi olan əməliyyata aparırdıq. Elə olurdu ki, xəstələr həkimlərini dəyişə bilirdilər. Elə bir xəstəmiz oldu ki, məndən öncə başqa bir həkimdə aylarla müalicə alırdı. Bir 6-7 ay müalicə alırdı. Qısa bir sürədə 2-3 aya mən onu hazırladım, lakin mən hesab eləmirdim ki, əməliyyata tam hazırdır. Buna baxmayaraq, xəstə özü tələsirdi, əməliyyatçı həkim, şöbə müdürü tələsirdi və əməliyyatdan sonra xəstədə fəsad baş verdi və yaraları tikilmirdi. Hər dəfə sarğıda yeni tikiş qoyanda çürüyürdü dərisi. Və bir neçə təkrar olandan sonra mən artıq əsəbləşdim. Xəstə də bunu hiss elədi. Və həmən anda və məhz həmən anda çöndü və bir vacib söz dedi ki, bütün onun taleyini dəyişdirdi. Çöndü dedi, həkim, mən sizi seçmişəm, sizə inanmışam. Ölsəm də sizin əlinizdə öləcəm. Heç nədən narahat olmayın. Nə istəyirsiniz eləyin. Və o təslimiyyət də mənə imkan verdi ki, mərhəmətim son həddə çatsın, fikirləşim və o xəstəni ölməyə qoymayım. Və o xəstə ölmədi. Buna görə də həkimlikdə xəstənin münasibəti çox önəmlidir.